Salamlar, vaxtınız xeyir olsun. Bu günləri mən Anar Paşayev, Masteron Tədris Mərkəzinin məntiq müəllimi sizlərlə Yapon oyunları başlığı altında test tapşırıqlarından tanış olacaq. Başlayaq birinci Sudoku'dan. Sudoku'nun mahiyyəti nədən ibarətdir? Bizə hər hansı bir dənə cədvəl verilir və bu cədvələ 1-dən 6-ya kimi rəqəmləri bütün sətir və sütun üzrə eyni ilə qara xətlərlə hüdudlanmış qrup ailələrinin içərisinə hər xanıya bir rəqəm olmaqla qeyd etməliyik. Başlayırıq adətən hardan, Sudoku'dan və bunu eləyərkən də təkrarçılığa yol verməməliyik. Məsəl üçün, bax, bu sətir üzrə 1-dən 6-ya kimi rəqəmlərin hər birindən bir dənə olmalıdır. Amma mən 2-ni bura qeyd edə bilmərəm. Niyə? Çünki bu sütun üzrə 2 dənə 2 olmuş olur. Belə təkrarçılığa yol vermək olmaz. Və ya mən bura qeyd etmək istəyirəm 3-ü. Ola bilərmi? Baxıram ki, bu sütun üzrə sətir üzrə problem yoxdur, bu sütun üzrə hər hansı bir problem yoxdur. Lakin, dedik ki, təkrarçılıq yalnız sətir sütun üzrə deyil, qrup ailələrin içərisində də olmamalıdır. Baxıram ki, bu qrup ailənin içərisində ikinci bir üçü yazmış oluram. Bax, bu qanuna uyğunluğa da riayət eləməlisən ki, bunlar olmaz. Təkrarçılığa yol vermək olmaz. Başlayaq Sudokumuzu həll eləməyə. Sudokunu həll etmək o demək deyil ki, bütün xanaları doldurasan. Sualı harada təşrif edirsə də çalışırıq ki, onun üzərinə doğru gedək. Bunun üçün rəqəmlər harada çoxdursa da oradan başlayırıq. Məsəl üçün, bu sətirdə baxırıq ki, 1, 2, 3, 4, 6 var. Bir də 5-ci satışılır. Eyni ilə bu sətrə baxıram ki, burada 1-dən 6-ya kimi rəqəmlərdən 1 satışılır. Daha sonra nəyə qeyd edə bilərik? Məsəl üçün, gəl bu qrup ailənin içərisinə baxaq. Bu qrup ailənin içində 6 var, 4 var, 3 var. Bu sütun üzrə isə satışmayanlarda 2-dir, bunu qeyd edək. Bax, bu 2 dənə xaniyyə satışmır. 2 var, 3 var, 4 var, 6 var. Satışmır 5 və 1. Mən 5-i bura qeyd edə bilmərəm. Çünki burada ikinci bir 5 əmələ gəlmiş olur. Ona görə 1-i bura qeyd edirəm, 5-i isə bura qeyd etmiş olur. Deməli, doğru cavabımız nə olur? Y variantı. Nəzərinizə çatdırım ki, hər testə aid bir nümunəni də sizin üçün təşrif etmişəm. Bunlar tapşırıq başlığı altındadır. Bütün suallara, tapşırıqlara kanalın altından, videonun altından cavablarınızı qeyd etsəniz, hamısını doğru şəkildə kursumuz tərəfindən hədiyyə verəcək. Bax, bu tapşırıqdır. Bir saniyə saxlayıram, sizə videonu dayandırıb həll edə bilərsiniz. İzah elədim, siz də baxın nümunəyə. Testinin ötəsindən gəlir. Yenə burada Sudoku'dur. Sadəcə olaraq bayaqçından fərqi odur ki, buradakı qrup ailələr əyri xətlər vasitəsindən verilibdir. Bu da başqa Sudoku'nun bir tipidir. Deməli, yenə gedişatımız eyni şeydir. Bütün sətir və sütunlar üzrə bu hərflərin hər birindən bir dənə olmalıdır və qrup ailələrin içərisində, məsəl üçün, bir qrup ailəmiz budur. Məsəl üçün, bir qrup ailəmiz də budur. Hər qrup ailənin içərisində hər hərfdən bir dənə iştirak etməlidir və sütun sətir üzrə təkrarçılığa yol vermək olmaz. Başlayıram harada deyək, bax, bu qrup ailənin içərisində. Niyə? 6 dənə təşkil olunan hərfdən 4 dənəsi burada iştirak edir. Yerdə qalan 2 dənəsini təyin etmək bizim üçün asan olur. Burada A var, B var, Y var, F var, çatışmır C və D hərflərimiz. Bura C yaza bilmərəm, çünki bu sütun üzrə ikinci bir C üzərinə gələr. Bura D-ni qeyd edirəm, bura isə C-ni. Daha sonra ki, sağlam bu qrup ailənin içərisinə. Niyə? Burada 6 hərfdən 4 iştirak edir. A-mız var, B-miz var, C-miz var, D-miz var, çatışmır Y və F hərfləri. F-i bura qeyd edə bilmərəm, çünki bu sütun üzrə F var. Bura Y-ni qeyd edirəm, bura isə F-i qeyd edirəm. İndi birbaş sualın üzərində gedə bilərik. Bu sütun üzrə 6 hərfdən 4 iştirak edir. A var, B var, C var, F var, çatışmır D və Y hərflərimiz. Y hərfini bura qeyd edə bilmərəm, ikinci bir Y əmələ gələr. Y-ni bura qeyd edirik, D-ni isə bura qeyd edirik. Və testimizi həll etmiş sayılırıq. Sualın yerinə deyildi, nə düşür? O da Y hərfi. Doğru cavab B variantı. Və eyni ilə buna ait bir test nümunəsində tapşırıq olaraq sizin üçün verirəm. Tapşırıq 2-dir, qeyd edirsiniz kommentlərdə. Futoshiko. Bu da Yapon oyunudur. Bunun Sudoku'dan bir fərqi var ki, burada böyükdür, kiçikdir işarələrindən istifadə etməlisən və bir zəncir deyilən bir şey əmələ gəlir. Onu test tapa bilsən, öhdəsindən gələrsən. %90% testlərdə bu zənciri verir. Sadəcə olaraq görmək lazımdır onu. Mahiyyəti nədən ibarətdir? Yenə təşkil edir ki, 1-dən 5-ə kimi rəqəmləri sətir və sütunlar üzrə tutulursa, lakin bunu eləyərkən buradakı böyük bir kiçik işarələrini nəzərə almalısan.
Məsəl üçün, bura qeyd ediləcəyi rəqəm, bura qeyd ediləcəyi rəqəmdən böyük olmalıdır. Məsəl üçün, bura əgər 3 yazsan, bura 2-dən, 1-dən 1-ni yazmalısın. Nəzərinizə çatdırım ki, buradakı böyük və kiçik işarələri yalnız 2 xanaya aiddir. Ümumi sətr və sütuna aid deyil. Başlanğıcını hardan eləyək? Deyilmi o zənciri əmələ gətirmək. Əgər onu görə bilərsinizsə də nə gözəl. Baxın, bura diqqət edin. 3-dən böyük nə var, ondan da böyük nə var əlimizdə rəqəmlərin içində. Yəqin 3-dən böyük 4 olar, 4-dən də böyük 5 olar. Daha sonra isə kesit edək bura. 5, 4, 4 nədən böyükdür? O da nədənsə böyükdür, o da nədənsə böyükdür. 4 böyük olsun 3-dən, 3 böyük olsun 2-dən, 2 də böyük olsun 1-dən. İndi bu səhvlə diqqət edin. 3, 2, 1, 4, çatışmır nəyimiz? 5-imiz. Daha sonra kesit edək, bax bu sütuna. Burada 5-imiz var, 4-ümüz var, 3-ümüz var, çatışmır 2 və 1 rəqəmləri. Biz biri bura qeyd edilənləri bu sətr üzrə ikinci bir əmələ gəlmiş olur. Ona görə 2-ni bura qeyd edilən, 1 isə bura qeyd edilir. Kesit alaq növbəti bura. Bu sütun üzrə 1-dən 5-ə kimi rəqəmlərdən 1, 2 və 4 iştirak edir, 3 və 5 çatışmır. Bura 5 qeyd edə bilmərik, çünki bu sətr üzrə ikinci bir əmələ gəlmiş olur. Bura heç qeyd edirəm, bura isə 5-i qeyd edirəm. Daha sonra kesit alaq bura. 4 var, 3 var, 5 var. Çatışmır bu xanalara nə? 1 və 2. Biri bura qeyd edilənlərə yuxarıda 1 var. 2-ni bura qeyd edirəm, 1 isə bura qeyd edirəm. İndi bu sütuna diqqət edin. Burada 1 var, 2 var, 3 var, çatışmır 4 və 5. 5-i bura qeyd edilənlərə 4, 5 isə bura qeyd edilir. Daha sonra 5, 4, 3, bura çatışmır 2 və 1 rəqəmləri. Biri bura qeyd edilənlərə ikinci 1 olar, təşkilatçılığa yol vermək olmaz. 2 buradadır, 1 də buradadır. İndi sualımız üzərində doğru gedə bilərik. Burada 1 var, 2 var, 5 var, çatışmır 3 və 4. 4-ü bura qeyd edilənlərə, 3-ü bura qeyd edirəm. Bizim sualımız elə cavabı odur. 4-ü isə bura qeyd edirəm. Bunun bir də sudokudan fərqi nədir? Burada %90% doldurmaq məcburiyyətindəsən bütün xanaları. Bizdən sualı soruşurdur, o da 3. İndi növbəti Doşkuya test tapşırığımız üçün verəcəm. Tapşırıq bu 3-dür. Videonu dayandırıb, həll edib, kommentlərdə, şərhlərdə öz fikrinizi bildirə bilərsiniz. Dediyim kimi, nəzərinizə çatdırın. Bütün tapşırıqların hamısını doğru və ilk olaraq vaxtla orada baxılacaq. Yerinə yetirən tələbiyə kursumuz tərəfindən hədiyyə olunacaq. Mən də o hədiyyədə iştirak edəcəm. Yəni, köməkli edəcəm. Baxın, indi kesit alırıq buna. Bayaqki kitab versiyası öyrənməkdən ötəridir. Bu isə imtahana düşmüş versiyası və imtahanlarınıza düşə biləcək versiyasıdır ki, burada düşübdür. Aşağıda bu hesablamaları verir. Bunlar bizim üçün qorxuducu olmasın. Kesit alırıq yenə. Toşkonu həll etməyə. Hardan başlayaq? Məsəl üçün, burada 1-dən 4-ə kimi rəqəmlərdən özü təşrif edib, istifadə etməliyik. Başlayaq 4 rəqəmimizdən. Ki, məsəl üçün, bu sətr üstünə 4-ü hara yaza bilərik? 4-ü bura qeyd edə bilərəm. Əgər 4-ü bura qeyd etsəm, bura nə yazmalıyım? 5 yazmalıyım. Olmaz. Çünki bizdəki rəqəmlər 1-dən 4-ə kimidir. Bura 4 yaza bilmədim. Əgər 4-ü bura yazsam, 4-dən böyükərək bura 5 yazdım. Baxın, bizdə 5 iştirak etmir. Burada yazamıram. Zaten bu xananın 2 rəqəmini tutub, buraya yazıram, bax, həmin o 4-ü. Deməli, tapdıq ki, C-nin yerdə 4 tapdıq. Növbəti dedikatımızı eləyək. İndi bildik ki, bu xanada bu sətr üzrə 4 və 2 iştirak edir. Qalır əlimizdəki rəqəmlər nə? 1 və 3. Yəqin ki, 3-ü bura qeyd edəyərik, 1-i bura. 3-dən böyük əlimizdə hansı rəqəm var? 4. Bura 4 qeyd edirəm. Daha sonra kesit edirəm. Bura ya da ki, bura. 4-ünü qeyd edirəm. Bax, məsəl üçün, bu sütun üzrə. Bura 4 yaza bilmərəm. Əgər 4 yazsam, 4-dən böyükərək bura 5 yazım. Bu sütun üzrə, bura zaten 4 yazanlara, burada 4 var. Bu sütun üzrə zaten bura 4 yazanlara, bu sətr qoyulub, 4-ün yeri baxın bura. Sonra nəyi təyin edə bilərik? Burada 4 var, 2 var. Çatışmır nə? 3 və 1. Bura əgər 3 yazsam, onda gələk 3-dən böyük bura nə qeyd edeyim? 4. Axı, bu sütun üzrə 2 kərə 4 olmuş olur. Deməli, 3-ü bura qeyd edə bilmərəm. Geri dönüş edirik. Həmin yerə 1 yazıram. Bura isə 3 qeyd edirəm.
İndi burada 4 və 3 var bu sütun üzrə. Satış bu kanallar 2 və 1. Biri bura qeyd edilmərəm, bura 2-ni qeyd edirəm, bura isə 1-i qeyd edirəm. İndi bu sətrə baxıram. 3 var, 4 var, satış bölünə 2 və 1. Biri bura qeyd edə bilmərəm, 1 burada olmalıdır, 2 isə burada olmalıdır. Növbəti, burada 4 var, 1 var, satış bölünə 2 və 3. Yəqin 2-ni bura qeyd edəmərəm, burada 2 var, bura 3 qeyd edirəm, bura isə 2. 1, 4, 2, burada 3 satış bölünür, burada 4 satış bölünür. İndi həmin hərfləri kənardan qeyd edirəm. A-nı tapdıq 2-dir. D-ni tapdıq 3-dür. B-ni tapdıq 3-dür. Bəzən tələbələr burada tərəddüd edir ki, D də 3-dür, B də 3-dür. Bu, hesab əməlləri bölməsi deyil. Yəni, hər biri eyni qiymət ala bilər. Daha sonra C-miz oradan 4-dür. Buradan da baxmaya ehtiyac yoxdur. Məsəl üçün, birincini həll etməyə çalışıram. A bölünsün B. A-mız 2-dir, B-miz də 3-dür. 3-də 2. Yəni, variantları çıxmaqla öhdəsinə gələ bilərsiniz. 3-də 2 vurulsun. C ilə D-nin cəmi. C-miz 4-dür, D-miz 3-dür. 7. Bu da neçə eləyir? 14 bölünsün 3. 14 3-ə böləndə 4 tam nə qədər eləyir? Deyir ki, bu ifadə 4-dən kiçikdir. 14 3-ə bölən 4-də 3-ün 12, 4 tam nə qədər eləyir? 4 tam nə qədər 4-dən kiçikdir. Deməli, bizdə 1 doğru deyil. 1 doğru deyilsə də bunu bütün variantlardan çıxırır. 1 olanları. 2 sarım 2. Aynen D, B-nin cəmi. Aynen D-ni toplasam 2 ilə 3, 5. Çıxılsın. C vurulsun D. C-ni D-yə vursam 4 də 3-ün 12. 5-dən 12 çıxanda eləyir -7. -7, -7-yə bərabərdir mi? Bəli. Deməli 2 doğrudur. Baxın, burada 2 iştirak etmir, burada 2 iştirak edəmir. Elə doğru cavab D variantı. Yəni, misal üzrün görsənməyinə baxmayaraq, 2 dənəsini həll etsən, variantları satmaqla ötəsinə gələ bilərsiniz. Baxın, bu sizin imtahan modelinizdir və buna aid bir test tapşırığı da sizi düşünüb, sizin üçün təklif edirəm. Tapşırıq 4 yazarsınız, doğru cavabı seçib, rəy bölməsinə qeyd etmiş olarsınız. Gəldik, maraqlı suallardan biri. Kenken də deyirlər və ya kendiko da deyirlər. İndi hər dildə bir şey deyirlər. Amma ümumi məzərəsinin adı kenkendir. Hələ ki imtahanlarda iştirak etməyib, amma növbətdə yaxın imtahanlarda bütün şəkildə yəqin ki, iştirak etmiş olacaq. Bu da sudokunun bir növüdür. Mahiyyəti nədən ibarətdir? Yenə 1-dən 4-ə kimi rəqəmlərdən istifadə edib, bütün sətir və sütun üzrə düzməlisin. Bunu sudokudan fərqi odur ki, 2 fərqi var. Burada qrup, əyri qrup ailələrdən gedir söhbət. Belə əyri qrup ailələrinin içərisində təkrarçılıq olar. Amma belə düzünə, sətir üzrə belə düz olan qrup ailələrdə isə təkrarçılığa yol vermək olmaz. Amma əyrilərdə təkrarçılıq olar. Yəni, burada 1 yaza bilərəm, burada 1 yaza bilərəm. Sudokudan bir fərqi budur. Digər fərqi isə içərisində hesablamaların olmalıdır. Məsəl üçün, bura qeyd edilir bu ailənin içərisində. 3 dənə xana daxildir. Biz bura rəqəmləri təkrar olmadan elə qeyd etməliyik ki, o 3 dənə xananın cəmi toplayanda 9 eləsin. Məsəl üçün, bu qrup ailənin içərisində 2 bölək verir. Yəni, bura yazacağım rəqəmləri bir-birinə böləndə nəticə etibarilə 2-lin versin. Məsəl üçün, bura 5 plus yazır. Deyir ki, bu ailənin içərisində yazacağın 2 dənə rəqəmi cəmləsən, nəticə nə verməlidir? 5 verməlidir. Bu, indi yola çıxırıq, başlayırıq həll etməyə. Düzdür, biraz ehtimalıdır, zamanınızı ala bilər. Amma həll edəndən sonra baxasınız ki, elə də çətin deyilmiş. Başlayaq buradan. Məsəl üçün, bura 4, 1 yaza bilər yanacaq. Çünki təkrarçılıq olmazaq, 2-ni 2-yə vurun, 4 eləsin. Bura 4, 1 yazarım. Tutaq ki, bura 1 yazdım, bura 4 qeyd elədim. Olmayacaq, geri qayıdıb 1, 4 olaraq qeyd edəcək. Məsəl üçün, bu ailənin içərisində deyil, rəqəmləri toplayanda 5 edir. 4, 1-i bura yazmışam deyil, bura 2, 3-ü yazmalıyım. Bura 2-ni qeyd edərəm, tutaq ki, burada 3-ü qeyd edərəm. İndi bura 1 verdim, bura 2 verdim. Qalıb yerdə nə? 3-dən 4. Axı, bunları bir-birindən çıxanda 2 eləmir. Ona görə də geri dönüş eləyib. Bura 1 qeyd edərəm. Bura 4 qeyd edərəm. Eyni elədir ki, tələb eləyir. Mən də sizin kimi edirəm. Bura 1, 1-ə 4 qeyd elədim. Burada 3-dən 2-dir. İndi burada 4 var, 2 var. Çatışmır nə? 3-dən 1. Bura 3 qeyd edirəm, bura 1. Şərt ödəyirəm, 3-dən 1 çıxanda 2 edir. 3-dən 2-ni toplayanda 5 edir. 1-dən 4-ü bir-birinə vuranda 4 edir. İndi bu hissəni qeyd edir. Bura 1-dir, bura 3-dür, bura çatışmır nə? 2 və 4.
Tutaq ki, bura yazıram 2, bura yazıram 4. Olmayacaq, geri qayıdıb 4, 2 olaraq qeyd edəcəm. İndi bura yazdım 4, bura 2, gəl bir edək. Bura 2 yazdım, bura 4 yazdım. Olmaz, yenə deyim, geri qayıdıb düzəldək. İndi yaxşı, burada 3 var, 2 var, çatışmır nə? 1-dən 4. Tutaq ki, 1-i bura qeyd etdim, 4-ü bura. Axı, bu qrup ailənin içindəki bu şərəfxananı bir-birinə vuranda 8 etməlidir. Onun üçün bura nə qeyd edəcəm? 2. 2-ni bura qeyd edilməsə də elə bəxt düz yazmışdım. Gəlir onu dəyişməzdim. Elə belə olmağa yaxşı oldu. Elə bir ki, var, real şəkildə siz də test edirsiniz. İndi bura 4-ü qeyd edirəm, burada 2-ni qeyd edirəm. İndi burada 4 var, 1 var, 2 var, çatışmır bura nə? 3. Burada da 1 var, 3 var, çatışmır 2 və 4. 2 burada var deyiləm, 4-ü bura qeyd edirəm, 2-ni bura qeyd edirəm. Bu da 1, 4, 2, bura çatışmır 3. Bu da 4, 2, 3, bura çatışmır 1. Bütün xanalardakı hesablamaları müddəslər gəldi. Bizdən soruşduğu M dəyişəninin yerinə hansı rəqəm düşür? 3, D variantı. Növbəti tapşırığı da sizin üçün verirəm. Düzdür, mənim etdiyim sizin zəyirdən biraz rahatdır, amma sizin yetərinizə vaxtınız var. Bunun ötəsindən gəlmiş olarsınız. Bu da sizə tapşırıq. Növbəti kissalar Hitoriya. Tələbələrin bəlkə ən çox çəkini çəkdiyi. Amma rahatdır. Mən bəyənirəm Hitoriyi. Özünə məxsus qaydaları var. Nədir? Elə bir ki, evdə sudoku həll edirsən. Sadəcə olaraq sən vərəqi qoyub gedibsən, kimsə sənin yerində sudokunu həll edib, amma yanlış həll edibdir. Niyə? Biz nə dedik? Dedik, sudokuda sətr üstün üzrə təkrarçılıq olmaz. Amma baxıram ki, burada 3 dənə qeyd, 2 dənə 3 qeyd olunubdur. Məsələn, bu sütun üzrə 1, 2, 3 dənə 1 qeyd olunub. Sənə deyir ki, Hitoridə bu səhvləri düzəl. Yəni, bax, 2 dənə 3 görürsən, bunlardan birini elə bir ki, saxlayasın, digərini isə qaralayasın. İndi qaraladığımız xananın əvəzinə biz deyirik ki, gəlin onu x deyək. Niyə? Çünki bəzən suallarda soruşulur ki, o qaraladığın xananın altındakı rəqəmlərin cəmi neydir? Axı, biz onu qaralasaq altındakı rəqəmləri görməkdə çətinlik çəkərik. Onun üçün də qaralanmış xanaları x-lənmiş xanalar qeyd edirik. Mahiyyətini izah edirəm, birinci sənədə qaydasıdır. Bax, tutaq ki, bunu qaraladım, bunu isə götürdüm. Götürəcəyimiz 2 xanalar var, onları yumru dairəyə alırıq. Siləcəyimiz xanaları isə x deyirik. Deyir ki, hər hansı bir xananı x dəsən, onu, solunu, yuxarısını, sağını və aşağısını yumru dairəyə almalısın. Deyirik, niyə? Hitorinin qaydası odur ki, qaraladığın 2 dənə xana yan-yana sətr üzrə bu şəkildə olmaz. Qaraladığın 2 dənə sütun üzrə bu şəkildə olmaz. Lakin qaraladığımız xanalar diaqonal üzrə olar. Amma belə olar. Amma kiçik bir dənə amması var, nədir o? Amma blok yaratmır. O blokda nədir deyil? Bunu elə belə sizə qara edirəm. Tutaq ki, bunları yumru dairəyə alırsan, məsəl üçün edirəm. Başa düşün deyə. Bax, bu şəkildə qaralaya bilməzsən. Hitori deyir ki, ümumilikdə misalı həll etdikdən sonra bu ağ dairələrin sətr və sütun üzrə bir-birinə sərbəst keçid olmalıdır. Dairələr arasında diaqonal üzrə keçid qəbul olunmur. Bu yumru dairələr su damcıları kimi bir-birinə sətr və sütun üzrə belə sərbəst çıxışlar olmalıdır. Əgər mən bunu belə istəyirəmsə də, bu 4-ü bloka salıram. Çünki bu 4 nə belə çıxış edə bilmir, nə də belə çıxış edə bilmir. Diaqonal üzrə çıxışa da icazə verilmir. Yəni, bunu eləyə bilərsən, lakin elə et ki, ağ dairələri bloka salmayasın. Başqa Hitorinin nə qaydası var? Vacib qaydalardan biri ki, fərqli rəşlə qeyd edeyim, nədir? Deyir ki, hər hansı bir xananın, rəqəmin, hərfin, dəyişənin solunda və sağında eyni şey varsa da orta hissə yumru dairəyə alınır. Baxın, bu 2-nin solunda da 1 var, sağında da 1 var. Tez həmin ortadakını yumru dairəyə alsın. Eyni bu sütuna da aiddir. Tutaq ki, 1, 5, 1 vermişəm. Bu 5 tez yumru dairəyə alınır. Ən gözəl qaydalarından biri bu. Bir də zerkandik adını mən elə deyirəm. Yəni təkrarçılıq. Bir sətr və sütun üzrə bir rəqəmlə, bir dəyişənlə 3 dənə iştirak edərsə də, lakin o 3 dənə dediyim şəkildə iştirak etməlidir. 1 tutaq ki, 5, 1, 1. İkisi yan-yana olsun, biri isə onlardan ayrı olsun.
Bu orta hissəni onsuz yumru dairəyə almalıyıq. Lakin şimdi bu 3 dənə birdən hansını mütləq şəkildə qaralamalıyıq? Baxın, belə bir 3 dənə gəlsə rəqəm, ikisi yan yana qoşa, biri tək gələrsə də həmişə tək olan qaralanır. Sual verərsən ki, bəs bu yan yana olan 2 dənə birdən hansı qaralanır, hansı saxlanılır? O, misalın gedişatının anasıdır. Amma o tək olan 100% qaralanmalıdır. Başqa teoriyada nə qaydalarımız var ki, bunu məsələn sıxı verib, özünüzü saxlaya bilərsiniz və bu sizə imtihanda təşrif olunanda əvvəldə bu şərtlərin heç birini deməyəcək. Buradan bunu pozun. Şimdi sualın üzərində bir də izah edəndə daha aydın şəkildə olacaq. Biraz qaydaları çoxdur. Bir də 50-nin 50-yə deyilən bir üsul var. Çıxılmaz vəziyyətdə qalanda o üsuldan istifadə edilir. O da nədir? Məsələn, bura 2 yazdıq, bura 2 yazdıq, bura da 2 yazdıq. Belə ev şəkildə bir forma görərsənsə də bu kəsişmədəki qaralanada bilər, yumru dairəyə də alına bilər. Buna deyirlər 50-nin 50-yə üsul. Yəni, misal var ki, buradakını qaralayanda hamısı çözülür, hamısı həll oluna bilir. Misal da var ki, o hissədəki yumru dairəyə alınandır. Buna ona görə deyirlər 50-nin 50-yə üsul. Başqa da teoriyada nəyimiz var? Məncə %90% qaydalarını dedim. Bir də sualın üzərində izah edək, daha aydın şəkildə olsun. Tamam. Keçid alaq hara. Hardan başlayayım mənim? Solunda və sağında eyni şey olanların orta hissəsini yumru dairəyə almaq. Keçid alıram birinci sətr üzrə. Bu sətr üzrə yoxdur elə bir hal. Belə də yoxdur, belə də. Allah şükür, belə də yoxdur, belə də yoxdur. Buradan baxırıq. Baxın, bu 2-ni yumru dairəyə alıram. Niyə? Yuxarısı və aşağısı eyni rəqəmdir. Bu 2-ni yumru dairəyə almaq, onu sütun və sətr üzrə saxlamaq deməkdir. Yəni, bunun əgər alternatifini görərsənsə də, digərini qaralamalısın. Yaxşı, mən bu sətr üzrə bu 2-ni saxladımsa da, orada qalmalıdır. Onda bu 2-yə nə ihtiyacımız var? Bunu tez qaralayırım. Qaraladığın xananı, yəni istədiyin xananın tez yuxarısını, solunu, sağını, aşağısını yumru dairəyə alıram. İkinci bir x ora daxil olmasın deyə. Daha sonra baxıram bu sütun üzrə, bu 5-i yumru dairəyə alıram. Niyə? Yuxarısı və aşağısı bir rəqəmdən təşkil olunurdur. Baxın, burada bir zevkanlik var. 1, 1, 1. Dedi ki, bir sütun və bir sətr üzrə bir rəqəmdən və ya bir dəyişəndən üstələnsə də, ikisi yan yana qoşa, biri təksə də təkəmişə qaralanır. Bəzən tələbələri çaşdıran nədir? Deyir ki, bu sətrdə bir dənə bir var. Mən bunu niyə qaralayım ki, saxlamalıyım? Axı təkcədən o bir bu sətrə aid deyil, həm də sütuna aiddir. Bizim də məqsədimiz o deyil ki, hər rəqəmdən hər sətirdə eyni qədər saxlayaq. Ola bilsin ki, bu sətirdə 2 rəqəm qalsın, bu sətirdə bütün rəqəmlər qalsın. Bizim məqsədimiz təkrarçılıqlara yol verməməkdir və onu aradan qaldırmazdır. Tamam, bu biri qaralayandan sonra tez onun sol, sağ, yuxarı, aşağısını yumru dairəyə alırıq. Baxın, bu sətir üzrə bu 3-ü saxlamışımızda da bu 3-ə ehtiyacımız yoxdur. X-dədir. Tez X-dədiyimiz sol, sağ, yuxarı, aşağısını yumru dairəyə almış oluruq. Daha sonra, bax, bu sütun üzrə bu 2-ni saxlamışam. Axı, bu 2-yə nə ihtiyacımız var? Bunu qaralayıram. Qaraladığım xananın sol, sağ, yuxarı, aşağısını yumru dairəyə alırım. Ki, ikinci bir x orada olmasın, qaydaya əsasıdır. Bu 4-ü götürdümsə də, bu 4-ə nə ihtiyacımız var? Bunda qara x-dədir. Bu 5-ə fikir verin. Nə sətr üzrə, nə sütun üzrə. Onun alternatifi yoxdur. Alternatifi olmayan xanalar yumru dairəyə alınır. Bu 4-ün 2 dənədir. İndi bu 4-ü qaralayayım, yoxsa bu 4-ü? Qəşək burada bir nüans var. Əgər mən bu 4-ü qaralasam, diqqət edin, onda bu 3-ü bloka salmış oluram. Nə sətr üzrə, nə sütun üzrə keçidi yoxdur. Deməli, bu 4-ü qaralaya bilmərik. Qaralaya bilmirəmsə də, həmin şeyi məcburam ki, yumru dairəyə alın və o sətr sütun üzrə saxlayın. Bu 4-ü saxladımsa da, bu 4-ə nəyə ihtiyacımız var? X deyirəm və qaralayıram. İstədiyimin də sol, sağ, yuxarı, aşağısı yumru dairəyə alınır. Bu biri saxladımsa da bu birə nə ihtiyacım var? X deyirəm, onu isə yumru dairəyə alınır. Burada bu üçün bizə problemi var. Nə sütun üzrə, nə sətr üzrə təkrarçılığı yoxdur. Onun üçün onu yumru dairəyə alırıq. Bu üçün bizə sətr və sütun üzrə problemi var. Yəni təkrarçılığı yoxdur. Yumru dairəyə alırıq. Teoriyada %99% həll etmiş sayılır. Deyil, 3-cü sətirdə vacib şərtlər. 3-cü sətr deyəndə buranı nəzərdə tutur. Qaralacaq xanaların, yəni istədiyin xanaları da yazılmış rəqəmləri deyə deyin, tapın. Yaxşı, bu sətr üzrə hansıları qaraladır? 1 və 2-ni. Bu da hansı variantda verilir? A variantında öz əksini tapmış olur.
Bax, bu hitori sizin üçün də tapşırıq hazırlamışam. Tapşırıq 6 hitoriya aiddir. Qaydalara təkrar bir də baxarsınız izaha və bunu da həll edib rəy bölməsində qeyd edərsiniz. Gəldik Kakuruya, son zamanlar populyardır, istər magistr, istər dövlət bu imtahanlarında dəfələrlə imtahana düşmüş sual tipidir. Kakuronun mənası nə deməkdir? Mənası cəm deməkdir. Burada toplama əməliyyatı gedir və sıfırdan qəti şəkildə istifadə etmək olmaz. Burada istifadə edəcəyi rəqəmlər 1-dən 9-a kimidir. Ən gözəl qızıl qaydası Kakuronun nədir və son zamanlar imtahanlarda iştirak edir? Bütün sütunlardakı üçbucaqların cəmi, bütün sətirlərdəki üçbucaqların içindəki ədədlərin cəminə bərabər olmalıdır. Son zamanlar imtahana düşən tiplərdə bu qaydanı bilməyən tələbə istəyir 100 dənə Kakuro etsin, öhdəsindən gələ bilməyəcək. Baxın deyim, bütün sütun üzrə üçbucaqların cəmi, bunların cəmi neçə eləyir? 6, 24, 30, ben 11 gəlsəm, 41. Həqiqətən toplayaq, bütün sətirlərdəki üçbucaqların içindəki ədədlər 10, 20, 11. Həqiqətən bu da 41 etmiş olur. Və bunu qızıl qayda olaraq yadınızda saxlayın. İstifadə edəcəyimiz rəqəmlər 1-dən 9-a, üçbucaqları da dedim. Bəs yaxşı sual olunar ki, o üçbucaqlar nəyi görsədir? O üçbucaqlar, əgər sütunun başında verilibsə də, o sütun üzrə o xanaların cəmini görsədir. O sətrin başında verilibsə də o üçbucaq, o sətir üzrə saat təşrif olunan xanaların cəmi deməkdir. Məsələn, bu 10, bu sətrin başında verilir. O deməkdir ki, bu 3 dənə xananın cəmi 10 etməlidir. Amma bunu edərkən təkrarçılığa yol verməməlisən. Çünki sudokunun növüdür. Yəni, bura 1, bura 1, bura 8 qeyd edə bilmərəm, qadırlandır. Sətir sütun üzrə təkrarçılığa yol verməməlisən. Bəs mənim hardan başlayayım? Misalın verilişindən asılıdır. Yəni, bunun bir qaydası yoxdur ki, Kakuronun buradan və ya başqa bir yerdən başlamalıyam. Məsəl üçün, mən hardan başlayıram? Sən bilməlisən ki, 6-3 dənə xanaya bölünürsə də, mütləq şəkildə biri 1-dir, biri 2-dir, biri 3-dür. 24 3 dənə xanaya bölünürsə də, o rəqəmlər biri 9, biri 8, biri 7-dir. Necə bu yerləşdirməni edək? 24. Əgər mən bu 9-u bura qeyd etsəm, gərək bura 1 və 0 yazılır. 0-dan istifadə etmək olmaz. Deməli, 9-un yeri bura deyilmiş. Əgər mən o 9-u bura yazsam, 11 olması üçün gərək bura 1-1 yazılır və ya 2-0 yazılır. Nə 1-1 yazmaq olmaz, təkrarçı olar, nə də ki 0-dan istifadə etmək qəti qadağandır. Deməli, 9-u bura da yazamıram. Onda o 9-un yeri buraymış. Qalır 8 və 7-miz. Bunları da qeyd edək. O 8-i bura yazsam, 10 olması üçün gərək 1-1 yazın. O da təkrarçı olur. Deməli, 7-ni bura qeyd edək. Və burada 1-2 yazın. Olmayacaq, qala qaydı, geriyə dönüş edeyim. 1, bura 2 qeyd edəcək. Bura 7, bura 9, bura nə qeyd edirik? 8. Yəni 8, 1, 1 olmaz, düzdürmü? Bura nə qeyd eləməliyəm? 2, 1. Bura 2-ni qeyd edeyim, bura 1. 6, 3 dənə xanaya bölünürsə, biri 1-dir, biri 2-dir, bura nə qeyd eləməliyəm? 3. Bu da 9 üstə neçə eləyir? 12. Bura nə çatışmır? 8. Həqiqətən ödəyirikmi? Toplayanda 11. Toplayanda 20. Toplayanda 10. Eyni də sütunlarında cəmi eynidir. Kakuronu həll etmiş sayılır. Biz də Y və L hərfinin cəmini soracaq. Y-ni tapmışıq 3, L-i də qeyd etmişik 8, cavab 11, D variantı. Və bunun bir dənəsini sizin üçün qeyd eləmişəm. Tapşırıq 7 olaraq inşallah öhdəsindən gəlmiş olarsınız. Bu tapşırıq 8-i də sizə verirəm. İmtahan versiyası. Bizim kitablarda etdiyimiz və imtahana düşən versiya. Sən imtahana düşən tiplərdən burada etməlisən ki, imtahanda qarşına çıxanda bir dəfə düşünəsən, o da həllidir. Əgər sən bu tiplərdən burada dərs prosesində etməyirsənsə də, imtahanda bu zeti tapmaqda çətinlik çəkəcəksən. Bu zeti tapmaqdan ötəri bəhşi dediyim üsul burada keçərlidir. Bütün sütunlardakı cəm 29, 11. İndi deyəsən bu 4 sətrə aiddir, yoxsa sütuna. Əgər bu 4 bu sətrə aid edəsən, bəs 6-ya haramı verir? Deməli, bu 4 bu sütuna aiddir. 29, bax buradan da 3 sütuna aiddir. Bu qədəmdə də sütunlarımız. Deməli, bu sütun, bunların cəmi bərabər olmalıdır. Bu sətirdəki, yəni şu uzağın içində gedir söhbət, 6, bax bunların cəmini. Onunla tapacaqsan ki, Z nəymiş və başlayasın xanalarını dediyimiz qaydalar
çərçivəsində doldurmağa. Bax, imtahan versiyanız budur. Çubuq dəstəsi asandır. Mahiyyətini başa düşəndən sonra elə də çox çətinlik çəkməyəsən, adi real həyatda bildiyiniz çubuqlardır. Məsələn, belə bir dənə çubuq var. Bunun üçün bir dənə başqa bir burada görsədim. Və 2 dənə elə bir belə çubuqdur. Bunları kəndir vasitəsilə real həyatda görmüşdə kəndir. Düyün atılır. Məsələn, bu olsun bir çubuq. Baxın, bir çubuğuna buradan kəndirlə düyünləri. O olsun bir çubuq. Bu düyünləri para gedib dayandığı yerə baxın. Baxın, 4-ə. Elə bir ki, bu bir çubuğudur, bu da 4 çubuğudur. Kəndirlə bir-birinə bağlamışam. Əgər mən bir çubuğunu özümə tərəf belə dartıb gətirmək istəsəm, bunun düyünləndiyi bu 4 çubuğu da bundan bərabər gələcək. Bax, mahiyyəti olur. Mən ona diqqət edin. Uçlarla gedib dörət yerlər. Tamam. Burada bir çubuğu düyünlənib 4 çubuğunu. Bunu da arayalım. 4 çubuğu başqa hardan düyünlənib. Baxın, buradan kəndirlə düyün atılıb. Hara bağlanıb? 6-ya. Bəs 6-cı çubuğa başqa hardan kəndirlə düyün atılıb? 9-a. Yəni, mən əgər biri dartıb özümə tərəf gətirmək istəsəm, onun bağlandığı 4 də gələcək. 4-ün bağlandığı 6 da onunla bərabər gələcək. 9 gələcək. 9-a başqa hardan düyün atılıb? Buradan. Hara? 10-cu çubuğa. 10-cu çubuğa düyün atılıb başqa hardan? Buradan. Hara? 1-ci çubuğa. Başladığın yerə qayıtdınsa da bir dənə çubuq dəstəsi əmələ gəldi. Yəni, 1-ci çubuq, 4-cü çubuq, 6-cı, 10-cu, 9-cumuz da var. 9-cu çubuq. Bunlar birləşir, bir dənə çubuq dəstəsi əmələ gətirir. Adi bildiyin kişilik dəstəsidir. Dizə bağlayırlar arxasını, o kimi. Bu bir dənə dəstə. Bir dəstədə iştirak edən çubuqlar başqa bir dəstədə iştirak edə bilməz. Gedirik belə bir dənə şəkildə 3 və ya 4 dənə çubuq dəstəsi əmələ gələ bilər. Yəni, minimum 2 dənə çubuq lazımdır ki, biz ondan dəstə əmələ gətirə bilək. Gedin, indi başqa bir dəstələr əmələ gətirməyə, ayrı rəngdən verək, yaşıl olsun. 2-ci çubuq düyünləri para 7-yə. 7-ci çubuq düyünləri para 8-ə. 8-ci çubuğa düyün atıblar hara? 5-ə. 5-ci çubuğa düyün atıblar hara? 2-yə. Başladığı yerə qayıtdıysa da bir dəstədə bu əmələ gəlir. Yəni, 2-ci çubuq, 5-ci çubuq, 7-ci çubuq, 8-ci çubuq, bitdi. Bax, bunlar da bir dəstə əmələ gətirilir. İndi şərtdə sana deyəcək ki, böyük dəstə, kiçik dəstə. Böyük dəstə nədir, kiçik dəstə nədir? Çubuğunun sayı çox olana böyük dəstə deyirlər. Çubuqlarının sayı az olana kiçik dəstə deyirlər. Yəni, dəstələrin böyüklüyü və kiçikliyi onların çubuqlarının sayına görədir. Burada iştirak edən ədədlərin böyüklüyünə və kiçikliyinə görə deyil. Ən çox da tələblər bunu qarşıdırır. Qaldı bir dənə çubuq dəstəmiz. Onu da buna qeyd edək. Burada 3-cü çubuq bağlanır hara? 11-ə. Elə 11 də qayıdır hara bağlanır? 3-ə. Deməli, 3-lə də 11, bunlar da bir dəstə əmələ gətirilir. Cəm belə bir dənə şəkildən 3 dənə dəstə əmələ gətirilir. Görə bizdən nə təşrif edir? Çubuqların üzərində olan nöqtələr ipin deyib bağlandığı yeri görsədir, biz dedik. Ən çox sayda çubuğa malik olan dəstədəki çubuqların nömrələrini göstərənlərin cəmini tapın. Ən çox çubuğu iştirak edən hansıdır? Bu qırmızıdır. Bunların cəmini sorsun. 1, 4, 6, 10, 20, 10 da üstə gəlsəm 30. Deyib, bunların cəmi nə edir? 30, o da B variantı. Ümid edirəm, başa düşdük. Hissədə. Hissədə bir dənə tapşırıq verirəm. Tapşırıq 9. Qapalı sınıq xətt. Yəni, bunu ölkə xaricində massuda deyirlər. Massuda deyil. Massu deyirlər adətən. Bizdə buna deyirlər qapalı sınıq xətt. Yəni, niyə adı bunun qapalı sınıq xəttir? Deyək, gördüyüm bu çərçivənin içərisində bütün qara və boz xanaların hamısından sınmış xəttləri keçirməklə axırda qapalı belə bir dənə fiqur almalısın. Amma bir qapalı fiqur almalısın. Bütün qara və boz xanaların hamısından sınmış xəttləri keçirməklə qapalı belə bir fiqur almalısın. Burada ağın qaydası yoxdur. Qara və boz xanaların qaydası var. Nədir qaydası? Deyir ki, ürəyin istədiyi kimi bu xəttləri belə apara bilməzsin. Bir də xəttlər kəsməməlidir, üstə düşməməlidir. Belə ki, hər hansı bir nöyə bir dənə tox çəkilir. Elektrik.
Deyir ki, qara xananın içərisindən xətt mütləq dərəcədə dönməlidir. Qara xananın içindən xətt sınmalıdır 90 dərəcə. Sınandan sonra özünü çıxır qaranın. Qaradan sonra bir xana, bir də yarım getməlisin. Qara xananın içərisindən xətt 90 dərəcə dönəndən sonra özünü çıxır, bir xana, bir də yarım getməlisin. Məcburiyyətindir. Buradan da bax, özünü çıxandan sonra bir yarım gedir. Bu qaydadır. Bozun içərisindən xətt dönə bilməz. Bozun içərisindən xətt düz keçməlidir. Deyib, bozun içindən xətti düz keçirdəndən sonra boza bir iki dənə xana görəsən. Onların birindən mütləq şəkildə dönmək məcburiyyətindəsən. Mən bu bozun bura bir iki xanasından dönmədim. Amma buradan mütləq şəkildə dönməliyim. Amma bilmirəm, sola mı, sağa mı? Bu bozun içindən də xətt düz keçməlidir. Keçəndən sonra ona bir iki xananın birindən dönmək məcburiyyətindəsən. Buradan dönə bilmirəm, çünki qaranın qolu gedir. Üçüncüdən dönməliyim. Ümumiyyətlə %90% bu tip testlərdə üçüncə çatdın, dönməlisən oradan. İndi bu qaranın içindən də xətt 90 dərəcə dönüb, bir xana yarım getməlidir. Bunun içindən xətt 90 dərəcə yəqin ki, belə dönər, düz. Çünki yuxarı geçsəm, xəttlər üstə düşər. Belə geçsəm, xəttlər kəskin olmamalıdır. Belə getdim, bir yarım. Belə də düşdüm aşağı, bir yarım. Bozların içindən dedik, xətt neyinməlidir? Düz keçməlidir. Bu bozun içindən xətti belə çölə çıxarda bilmərəm. Məcburan belə gedir. Üçüncə çatan bir şey dönməlidir. İndi biraz da mühəndislik lazımdır özünüzdə. Bax, bu xəttin ucunu, əgər bununla birləşdirməsəm, aparıb arayla birləşdirim, qalır ortalıqda. Deməli, məcbursan ki, bununla birləşdir. Yəni, tək qaydanı bilməklə deyil, gərək biraz mühəndislik qabiliyyətimizdə olsun. İndi buna baxın, bunun içindən xətti düz keçirdim. Buna bitişik bu xanadan dönmədim, o birisindən dönmək məcburiyyətindəyim. Tabi bir də fikir verin, bu xəttin ucundan bu qalır. Sonra bunu da birləşdirim. Həm bozun qaydasını ödəmiş oluram, həm də şifafalı figurumu əmələ gətirdim. İndi bizə deyir ki, sınır xətt hansı rəqəmli xanalardan keçmir. Deməli, 1-dən, 2-dən, 5-dən keçdi xəttlərimiz, 3-dən və 4-dən bizim o sınır xəttlərimiz keçmədi. O da A variantı. Yenə dediyim kimi bir daha qaydanı qeyd edeyim. Qara xananın içindən xətt dönüb, bir yarım getməlidir. Bir yarımdan sonra istəyər düz gedər, istəyər dönər, misalın gedişatından asılıdır. Boz xananın içərisindən düz keçməlidir. Keçəndən sonra ona bir iki dənə xana olacaq. Onların birindən məcbursan ki, dönəsən. Yaxşı vəziyyətdə hər ikisindən dönə bilərsən. Amma ən azı birindən dönmək məcburiyyətindəsən. Bu qaydaları riayət edib, öhdəsindən gələ bilərsiniz. Sizin üçün də bir tapşırıq hazırlamışam. Burası imtahan sualıdır. İnşallah öhdəsindən gələrsiniz. Gəldik ən müasir testlərdən birinə, rəngli xanalar. Son dövrlər imtahanda iştirak etmiş sualdır. Nə ilə qeyd edeyim burada? Nədən başlayır? Sarıdan, qırmızıdan davam edə bilər. Baxın, bizə nə deyil? Deyil, aşağıda gördüyüm bu rəngli xana ki var. Sarı kvadratlardan deyil, başlamaq şərtindən istənilən istiqamətdə yuxarı, aşağı, sağa və sola, yəni hərəkət trayektoriyan belə olmalı. Belə, belə, belə və belə. Diaqonal üzrə gediş qəbul olunmur. Deyil, bunu etməklə nesə belə kombinasiya düzəldə bilərsən. Bizim üçün burada önəmli olan məsələ nədir? Başladığın rəng, bir də bitən rəng. Başladığımız rəng deyil nədir? Baxın, belə bir şey düzəltməyimiz istəyir. Deyil, bax, buradan nəyi götürün? Sarını götürün. Sarıdan deyil, getməlisən hara? Boza. Bozdan getməlisən deyil, hara? Qarıya. Getdim. Qaradan keçməlisən deyil, hara? Qırmızıya. Keçdim. Qırmızıdan sonra deyil, getməlisən hara? Yaşlı. Başqa rənglər vereyim, daha aydın görsənsin. Mən nə bileyim? Gönül. Baxın, deyil, sarıdan başladım, boza keçdim, bozdan qarıya, qaradan qırmızıya, qırmızıdan yaşla. Neçədə nə deyil, belə kombinasiya düzəldə bilərsən? Biz bunu hamısını bir-bir əlimizlə saymağa çalışsa, düz edə bilərik. Burada say azdır. Amma növbəti imtahanlarda düşən sual necə idi? Dövlət qulluğuna düşübdür. Yəqin ki, magistrda da gözlənilir. Orada say 16, 20 və 30 verilmişdir. Onu sən heç vaxt əlinlə saya bilməzsən. Onun üçün də gözəl bir dənə qaydası var bunun. Qaydamız da nədir? Diqqətlə qulaq assanız, çox asandır, az bir müddətdə öhdəsindən gəlmiş olarsınız. Burada əsas məsələlərdə dedik biri nədir? Bax, bura sarı yazıb, düzdür. Başladığını rəngə 1 deyəsin. Gəlirəm o sarıları tapıram, bura 1 yazın, bura 1 yazın, bura 1, bura 1. Ən önəmli olan məsələlər budur. Növbəti rəngi tapmaqdan ötəri, o rəng özündən qabaqçı rəngin üsullarını toplayıb öz xanasında yazır. Yəni, bu boz neçə dənə sarıya dəyir?
Bir dənə buradan bu sarıya dəyər. İçindəki rəqəmi götürürük 1. Sonra baxırıq bu boza. Bu bir dənəyə sarıya dəyər. Ona görə də buna 1 yazırıq. İndi bu boza fikir ver. Neçə dənə sarıya dəyər? Bir buradan içinə 1 yazılmışa dəyər. Bir dənə ki buna. Bax, həmin o 1 ilə 1-i toplayırıq. 2-yə boza üsul verir. 2. Bu boz bir dənə bu sətr üzrə bu sarıya dəyər 1 yazırıq. Bu boz bir dənə sarıya dəyər 1 yazırıq. Başqa da bozumuz qalmadı. İndi gedirəm qara xananı tapmağa. Qara xana özündən qabaqçı rəngin üsullarını toplayıb öz içərisində yazır. Burada qanunumuz budur. Qara xananın içərisində yazılan rəqəmləri tapmaqdan ötəri özündən qabaqçı rəngin içinə yazılanları toplamaqdır. Amma dəyirsə də olur. İndi gəldən bu qara xanaya. Qara xananın boz xanaya dəydikləri lazımdır. Bu qara xana nə sətr, nə sütun üzrə heç bir boza dəymir. Ona görə 0 qəbul edir. Bu qara xana isə aşağıdan bir dənə boza dəyər 1 yazırıq. Bu qara xana bir dənə boza dəyər 1 yazırıq. Bu qara xana buradan 1-ə dəyir, buradan isə 2-yə dəyir. Həmin o 1 ilə 2-ni toplayıram və bura 3 qeyd edirəm. Bu qara xana yalnız bu dənə 1-ə dəyir, 1 yazıram. Başqa da qara xanamız qalmadı. İndi keç edirəm qırmızıya. Qırmızı özündən qabaqçı qara xananın içərisinə dəyənlərin cəmini yazmaqdır. İndi bura qırmızı xanaya baxıram ki, qara xanaya dəyir bu. Dəyir, ona görə 0. Bu qırmızı xana hansı qara xanaya dəyir? Bir dənə burada nəyə dəyir? 3-ə dəyir. Ona görə də bura nə qeyd edirəm? 3. Sonra bu qırmızı xana neçə dənə qara xanaya dəyir? Buradan 3-ə dəyir, buradan 1-ə dəyir. Ona görə 1 ilə 3-ün cəmi 4. Bu qırmızı xana bir dənə qara xana buna dəyir. Ona görə də buna yazılan 1. Bu qırmızı xana bir dənə qaraya dəyir. Ona görə 1 yazılır. Yəni, dəydiklərinin sayını yox, dəydiyi qaraların içindəki rəqəmlərin cəmini yazılır. Qırmızılarımız da bitəndən sonra keçid alırıq ən axırı və önəmli olan məsələyə. Yaşıla. Yaşıl bizə misalın cavabını verir. İndi yaşıl özündən qabaqçı qırmızının üsullarını toplayıb öz içərisində yazır. Bu yaşıl heç bir qırmızıya dəymir 0. Bu yaşıl heç bir qırmızıya dəymir 0. Bu yaşıl heç bir qırmızıya dəymir 0. Bu yaşıl bir dənə qırmızıya dəyir. Bunu yumruq araya alıram və buradan qeyd edirəm. Bu yaşıl heç bir qırmızıya sətr sütun üzrə dəymir. Ona görə 0 qeyd edirəm. Bu yaşıl buradan 4-ə, buradan isə 3 olan qırmızıya dəyir. Ona görə də bu 4-dən 3-ün cəmi 7-ni qeyd edirəm. Daha sonra başqa da yaşılımız qalmadı. Deməli, yaşlıların içərisində yazılan rəqəmlərin cəmi 7, 0, 0, 0, 0, bir dənə də 1. Cəm nə edir? 8. Deməli, burada 8 dənə belə kombinasiya düzəldə bilərik. Ümid edirəm ki, başa düşdünüz və sizin üçün də bir dənə test tapşırığı hazırlamışam ki, imtihana düşən tip, o da bayaqçıdır, ikisi də imtihana düşür. Baxın, burada sayılar çoxdur. Ona görə də o üsulu tətbiq etməsin, imtihanda bu nöqtəsindən gələ bilməsin. Növbəti bir test tapşırığımız, bu da rəngli xanalarla bağlıdır. Düzdür, digərlərinə baxanda nisbətən çətindir. Ən müasir, ən son çıxan test tapşırıqlarıdır. Əslində, bunlar yüksəliş imtahanında iştirak etmiş suallardır. Sadəcə olaraq, magistr dövlət qulluğunda yeni görsənilən tiplərdən biridir. Mahiyyəti nədən ibarətdir? Deyir ki, burada bloklar görürsünüz. Bu bir blokdur, bu bir blokdur, bu bir blokdur. Deyir, burada gördüyünüz bloklar dəydiyi rənglərdən eyni olmamalıdır və cəmi əlimizdə də 4 dənə rəngimiz var. Boz rəng, qırmızı, sarı və göy. Elə deməli ki, bu xanaları bir-birlə dəyəndə eyni rəng olmasın və belə doldurmalıyıq. Doldurandan sonra da deyir ki, hansı iki rəngin tutduğu sahələr bir-birinə bərabərdir. O da bir, yəni, vaxt aparan test tapşırığıdır. Yaxşı, giriş eləyək, hardan başlayaq? Məsəl üçün, gəlin, bu üç dənə xanalardan başlayaq. Bunlar nə ola bilər? Boza dəyir, buradan qırmızıya dəyir, ya sarı olacaq, ya da ki, göy olacaq. Bura sarı qeyd etsə. Yəni, baş hərfini yazmanız kifayət edir. Burada göy rəngi qeyd edir. Çünki bunun dəydiyi blok qırmızıya dəyir, sarıya dəyir, buradan sarıya dəyir. Bu hissəyə ya göy, ya boz verərik. Bura göy versən, indi deyəs müəllim hardan bilir? Düzdür, ehtimallıdır. Bir yerdən tutaq, bura sarı göy yazmışamsa, geri qayıdıb göy sarı da yaza bilər. Yaxşı, daha təyin etdik ki, bura göy olsa, onda bu xanaya nə vermir? Buranı yaxşı göy verdimsə, buranın cərini qeyd edək. Bu dəyər buradan göyə, sarıya, qalır qırmızı ilə boz. Bura qırmızı versən, onda məcburam ki, bu hissəyə nə verir? Bu buradan sarıya dəyir, göyə dəyir, qırmızıya dəyir, məcbur bu hissəyə boz verir. Yəni, nə üçün bu hissə belə bozdur? Yəni, bu aşağıya üçün bütün blokun hamısı bozdur. Onu o cürdə görür. Yaxşı, keçid alaq bura. Bu buradan sarıya dəyir, qırmızıya dəyir, boza dəyir, çatışmır nə? Göy rəng.
İncənin buranın təhlili. Bu blok buradan göyə dəyir. Bu aşağıdan boza dəyir, sarıya dəyir. Ona görə də bura nə qeyd eləməliyəm? Qırmızı. İndi bu üçüncü hissəyə baxaq. Sarı xanaya dəyir, qırmızıya dəyir, boza dəyir. Məcburam bura nə yazım? Göy qeyd edeyim. Növbəti iki hissalar, məsəl üçün bura. Baxın, bu hissə buradan boza dəyir. Düzdür, həm də buradan boza dəyir. Sarıya dəyir, qırmızıya dəyir. Məcburam nə rəng verim ona? Göy rəng. Bura verdik ki. İncələk bax, bu hissədə bozdur da, burada yazıram. Baxın, boz. İncəlin buranın təhlili. Bura göyə dəyir, buradan boza dəyir, qırmızıya dəyir. Məcburam nə verir? Sarı. İncə bu xanaya baxaq. Bu xana sarıya dəyir, göyə dəyir, qırmızıya dəyir. Məcburam nə verir? Boz. Bəs bura nə verməliyim? Qırmızı xanaya dəyir bu xana. Göyə dəyir, boza dəyir. Məcburam nə verir? Sarı. Növbəti hissəyə bax bu hissəyə. Məsəl üçün, bura rəng verməliyəm, burada rəng verməliyəm. Baxın ki, məsəl üçün, bura. Bu buradan göyə dəyir, buradan boza dəyir. Qalır sarı ilə qırmızı. İkisindən birinin arasında kesit eləməli. Deməli, bura yazmalıyıq. Ya sarı, ya da ki, qırmızı. Yaxşı, bura qırmızı qeyd eləsən. Olmayacaq, geri qayıdıb, sarı yazır. Bura qırmızını qeyd eləsən. Onda bu hissəyə nə qalır? Bu boza dəyir, göyə dəyir, qırmızıya dəyir, məcburam bura sarı yazır. Düz. İncə bu xanaya baxaq. Bu, buradan boza dəyir, qırmızıya dəyir, sarıya dəyir. Məcburam nə verim bura? Göy rəng. Bura göy verdim. Bəs buranı nə təhlil? Bu, buradan sarıya dəyir, indi də buradan sarıya dəyir. Göyə dəyir, boza dəyir, qaldı bir dənə qırmızı rəng. Tamam. Bunları həll edəndən sonra işimiz bitirmir, xeyr. Bizdən deyir ki, bu rəngli xanaların sahələri eyni olanları tapır. Gəlin, məsəl üçün, göyə hesablayaq. Bu göyləri olanları bir xana, iki xana, üç xanamız var. Üstə gələk, digərlərini amma özümüz bölməliyik. Gəlin, məsəl üçün, bölək də. Məsəl üçün, bu bloka baxın, göy. Bunu neçə dənə kubika bölə bilərəm? Özünüz bölsün. 1, 2, 3 dənə. 3'ü buradan. Bu neçə dənədir? Belə bölsən 2 dənə. 3 bu, 2 bu, 5. Buradan bir dənə, 6. Bu, 1, 2, 3 yerə bölünür. Elə 9. Buradan göy, 2 dənədir, 11. Başqa göyümüz qaldı? Yox. 3 budur, 11 də oradan saydı. Elədi 14 dənə göy rəng. Baxın, biraz da qırmızılar çoxluq təşkil edir. Gəlin qırmızıları sayaq. Qırmızılar var buradan 1, 2 xana, 2 yerə bölsən. 2 dənə bu. 3, 4, 5 dənəmiz var. Plus, indi o hərf yazdıqlarımızı özümüz hesablamalıyıq. Məsələn, bu sətr üzrə baxaq. Burada bir dənə xanamız qırmızıdır. 1, buradan 2 xana qırmızı verək. 2, daha sonra burada görürəm, bax, 2 dənə barımız idi. 3 dənə də buradan əmələ gəlir. 5, 3 dənə buradan əmələ gəlir. 8, başqa var buradan qırmızımız. Burada 3 dənədir. Sonra burada 3 dənədir. 6, 6. 2 dənə buradadır. 8, bir dənə də buradadır. 9. 9 dənə də bu. Toplasaq, eləyir 14 dənə qırmızı. Elə bəxtimiz gətirir ki, göy ilə qırmızının sahəni eyni tapmış oluruq və bizdən də sahələri eyni olanı sorsun. O da C variantı. Yəni, ehtiyac olarsa sarıları da, bozları da sayır. Hansı iki rəngin tutduğu sahə, kanalların sayı eynisə də onu götürürük. Ümid edirəm ki, mahiyyətini başa düşdür və sizin üçün də bir dənə test tapşırığı hazırlamışam. Tapşırıq 12 sizi gözləyir. Səbirli şəkildə bu 4 rəngdən istifadə edib siz də doldurarsınız və hansı kanalların, hansı rənglərin sahələri eynidir təyin edib rəy bölməsində verdiyinizi apararsınız. Bunker məsələsi. Bunker məsələsində önəmli olan faktor nədir? Adətən %90% deyir ki, bu bunkerdən 32 dənə kürəcik tökülür. Və bunlar da ağ yerlər kanallardır. Deyir, buradan tökülən 32 dənə kürəcik hansısa maneəyə dəyəndə bərabər şəkildə sol və sağ kanallara paylanır. 32 dənə kürəcik gəlir, bu maneəyə dəyir. 16 dənə kürəcik bura tökülür, 16 kürəcik isə bura tökülür. İndi buradan gələn 16 bu maneəyə dəyir, 8-i bu kanaya tökülür, yəni kanala tökülür, 8 isə bu kanala tökülür. Bu 16 gəlib bura dəyir, 8-i bura, 8 isə bura tökülür. Bu maneə diqqətli olun. Kanalın ortasındadırsa da bərabər şəkildə bölünür. Əgər kanalın ortasında deyilsə də qaranın altındadırsa da heç bir şəkildə bölünmür. Buradan gələn 8 baxın yolunu bağlayıbdır. Heç bir maneəyə dəymir və buradan sürücür, bura kimi gəlir. Bu 8, buradan 16 dənə kürəcik gəlir, buradan yol bağlıdır. Bura dəyir, 8-i bura tökülür, 8-i bura tökülür.
Gəlin bu 8-i də bölün. 4'ü bu kanala düşsün. 4'ü bu kanala düşsün. Buradan gelen 8 bu maniye değer. 4'ü bura tökülür, 4'ü ise bura tökülür. Buradan gelen bu 4 tane bu maniye değer. İkisi bura tökülür, ikisi ise bura tökülür. Buradan gelen 4 tane, ikisi bura, ikisi ise bura tökülür. Çalışın ki, hamısını bax elə paralel şəkildə aparasın. İndi buradan gelen bu 2 tane bura değir. Biri bu boş kanıya düşür, biri bu boş kanıya düşür. 2 buradan 4 tane gelir. 4 2 yere bölündü. İkisi bu kanıya, ikisi ise bu kanıya düşür. 8 ile 2 10. 12 yere bölsen 5 bu kanıya, 5 de bu kanıya düşür. 4 ile 8 12. 2 yere bölsen 6'sı bura, 6'sı bura düşür. Buradan gelen bu 4, ikisi bura tökülür, ikisi ise bura tökülür. Bizden soruşduğu bu kanalardaki rəqəmlərdir. Birinci yuvuya kanıya 2 dənə, növbəti 8 dənə, cəmləyirəm, 6 ilə 5, 11 dənə, 5 ilə 2, 7 dənə, 2 ilə 1, 3 dənə, bu isə 1 dənə. Baxırıq ki, bu variant harada öz əksini tapır? D variantı. 2, 8, 11, 7, 3, 1. Nəzərinizə çatdırım ki, bu qəbul sualıdır. İndi mahiyyətini başa düşdünüzsə də asanlıqdır. Bir dənə də qəbul testini sizin üçün vermişəm. Tapşırıq olaraq rəy bölməsində cavablarınızı gözləyin. Akvarium sualı bir magistrin qəbul sualına düşübdür. Çoxdan da dövlət qulluğuna düşür. Bu da ilk dəfə yüksəliş müsahibəsində iştirak etmiş yapar oyunlardan biridir. Baxın, burada əsas məqsəd bunu başa düşməkdir. Elə bilin ki, həyatınızda belə bir dənə hovuz var. Və hovuzun içərisində çoxlu akvariumlar var. Akvariumun biri budur, qara xətlə hüdudlanmış yerlər. Akvariumdur və qablar, bu cür təsəvvür edir. Elə bir real həyatda belə bir dənə qab var. Sonra bir akvariumda bax, budur, qara xətlə hüdudlanmış yer. Birinci bax, gözünüz bu qablara öləcəksin. Bir qab budur, bir qabımız budur. Elə bir hovuzun içində belə akvariumlar düzəldirlər. Bu qara xətlərinə hüdudlanıblar. Yəni, bir akvariumdan digər akvariuma sərhəd var, su keçə bilməz. Mahiyyətdə nə deyil ibarətdir? Deyir ki, buna keçməmişdən qabaq belə deyil. Burada bax, bu rəqəmlər görsədir, 5, 4, 1. Bu o deməkdir ki, o sütun üzrə 6 xananın 5-də su olmalıdır. Ola bilsin ki, onun 3 dənəsi bir qabın içində olsun, 2 dənəsi başqa bir qabın içində olsun və ya bunun 5-i də bir qabın içində olsun suyun, digər qaba isə heç nə satmasın. Ola bilər ki, hər hansı bir qabların biri, ikisi boş olsun, tamamilə su olmasın, digər qablarda isə su olsun. Məsələn, bu 2, bu sətr üzrə olur, görsədir ki, bu sətr üzrə 6 dənə xananın ikisində su olacaq. Ola bilsin ki, onun biri burada olsun, biri burada olsun və ya hamısı bir qabın içində olsun. Burada da suyun yayılması və biraz fizikana bilmək önəmlidir, yəni elə güclü bilmək ehtiyac yoxdur. Bax, real həyatda tutaq ki, belə bir dənə qab var da, qrafikdə, su, hamımızın evində var. Mən qabın başından bura su töksəm, əlbəttə ki, bunun başında da su olacaq, bunun bədənində də su yayılacaq, elə. Tutaq ki, belə bir dənə kol var. Və belə 3 dənə, 4 dənə də xanası olsun. Mən qabın burasından su töksəm, bu həqiqətən də su burada yayılacaq, burada. Bir dənə suyun yayılma prinsipini əsaslanır. Tutaq ki, belə uzun sol bir dənə qabımız var. Mən qabın burasından su töksəm, bu həm sola yayılacaq, həm də sağa yayılacaq, düzdür? İndi belə bir prinsipimiz var. Deyirəm ki, ola bilərmi ki, bir dənə bunu başa düşsə, çox asandır. Bəlkə də yapon oyunlarının içində ən asandır, ən maraqlısı deyərdim ki, budur. Və imtahanlarda da yəni gözləmir, düşür, deyil. Yerə də düşmə ehtimalı var. Bu qabın forması. Ola bilərmi ki, qabın dibində su olsun, orta və başda su olmasın. Bəli, ola bilər də. Adi bir stəkan sudur, içisə, dibində su qalır, amma burayla bura boş ola bilər. İndi ola bilərmi ki, qabın başında su olsun, amma bura boş olsun, bura boş olsun. Olmaz elə, absurd bir şeydir. Yəni, qabın başında su varsa da mütləq bədən var, dibinə də yayılmalıdır. Bu olmaz. Bir də qabın, deyirəm, orta hissəsində su olsa, başınla ayağı boş ola bilərmi? Xeyr, düzdür. Mütləq ki, qabın ortasında su varsa da onun dibinə yayılmalıdır. Bax, bu prinsip əsaslanır. İndi eləyəcəm, sizin üçün rahat gələcək. Hardan başlayayım? O misalın verilməyindən asılıdır. Ya kiçik rəqəmdən başlayarsan, ya da ki, böyük rəqəmdən başlayarsan. Yəni, əl vərdişdir bu. Xüsusi bir metodu yoxdur ki, həmişə bundan başlamalıyım. Bu görək, rahat görsənir, buradan sizin üçün. Biraz da böyüdüm. Belə böyüdəndə ariyə gedir. Belə məncə yaxşıdır. Siz də ekranı belə böyüdə bilərsiniz özünüz.
Başlayıram artıq. Bax, orada 2 dənə xana təşrif edildi. Burada. Bu 2 dənə deyir ki, bu sətr üzrə 2 dənə su olmalıdır. Amma bu sətr üzrə qabağıma 2 dənə qab çıxır. Qabın biri budur. Qabın biri də baxın budur. Uzun sol. Cümlə boyda. Əgər bu 2 dənə sudan, yəni demirəm 2 dənə su, birini götürüb, bura verə bilərəmmi? Versəm, əgər su yayılacaq burada, burada. Və o suyu bura töksəm, yenə sola və sağa yayılacaq. Axı, bu yayılanda bizə deyib 2 dənə olsun bu sətr üzrə. Mən onda neçə dənə qeyd eləmiş oluram? 4 dənə. Deməli, buradan bu nəticə çıxır ki, o 2 dənə göstərilən su bu sətrin heç bir xanasında ola bilməz. Çünki əgər bura bax su versə, bu sola da, sağa da, burada yayılacaq. Onda sayı neçə dənə olacaq? 4 dənə. Axı, maddə 2 dənə olsun. Onun üçün də mən o 2 dənə suyu məcburam ki, bura verim. Bura su verdi, bura su verdi. Belə bir dənə real həyatda qab görürsən. Əgər bu qabın başına su töymüşəmsə, yayılacaq qədər bədəndən, deməli aşağıda su gedəcək. Bu kini ödədir. Əgər bu kini ödəyibsənsə də ki, xanada burada su varsa, onda digər xanalarda su yoxsa da nə eləməlisən? İstəməlisən. İndi yaxşı, gələk var. Başqa hardan təyin edə bilərik? Bu 5-ə fikir verin. Birini tapırsın, su doku kimidir. Bu 6 xanadan birində su yoxdursa da, qalan hamısında nə olmalıdır su? Bax, bu qaba buradan su tökür. Belə bir dənə qab, su tökdü. İndi qabın burasında belə su var. Onda bu sola yayılacaq mütləq şəkildə. Çünki suyun yayılma prinsipi var. Onda bu biri ödədim də. Bu sütun üzrə demirdi, bir xanada su olacaq. O xana budur. Burada su varsa digərlərdən eləməlisən, ilk satmamız. Bu qaba fikir verin, bax, yenə bu qaba. Qabın başında su yoxdursa da, ortasında su yoxdursa da, heç o üçüncüdə su ola bilməz. Bax, məsələn, bura su vermək istəsəm, bu yayılmalıydı. Verə bilmirəmsə, buranı da bir dənə x deyil. Daha sonra bu 4-ü görürsən, sətrini birini tapana kimidir. Bu 4, alt dənə xananı zaten x-də x qoyursa, yerdə qalanları nə verməlisə su. Suyu da qeyd edərkən, qabın yayılma prinsipinə bax. Məsələn, bura su tökdün, görsən 2 kanalı bir qabdır. Mütləq bura su töksənsə, bura yayılacaq 100%. Burada su verirəm. Bu qabın burasına fikir verir, bax, Allah hərfidir. Bura su tökmüşəmsə, burada yayılacaq, əlbəttə yayılacaq. Həm də ki, bu 5-ə fikir verir. Bu sətr üzrə 6 xanada birinə x qoyubsansa, mütləq o birlər nə olmalıdır? Su olmalıdır. Bu 5-ə fikir verir. 6 xanada birinə x qoyubsa, qalan hamısına su verməlisən. Bu 4-ü ödəmiş elə. Onda 4 dənə su varsa da bu 2 dənə yerdə ihtiyacımız var, x dənə. Bu 5-ə bax. 6 xanadan birinə x atıbsansa, digərlərdə mütləq şəkildə nə olmalıdır? Su olmalıdır. Qabın yayılma prinsipi burada olacaq. Bu qablar arasında sərhəd var, aşağı bilməz o tərəfə. Yalnız öz daxilində yayılır su. Bu 5-i ödəməkdən ötər, bir xana x istədir, qalan hamısında nə olmalıdır? Su olmalıdır. Bu 5-i ödəmişəm, ödəmişəm. Bu 4-ü ödəyə bilərik. 1, 2, 3, mütləq bura nə verməliyəm? Su. Daha sonra, bu 5-i ödəmişəm, ödəmişəm. Hamısını ödədikmi? Ödəyəndən sonra işimiz bitir. Bizə deyir ki, burada boş və dolu xanaları təyin edir. Su verdiyimiz dolu xanalar. Yazıram burada dolu. Nələr var? Su olanlar doludur. U hərfi, sonra V hərfi, sonra F hərfi. Yəni, bunlar dolu xanadır, su var. H-da su yoxdur, boş xanalar. Başqa nəyə x qoymuşuq? Y-də su yoxdur. Su bitdi. Deməli, boş xanalarımız H-la 7, düzdür. Dolu xanalarımız da U-dur, V-dir, F-dir. Bunu variantda təyin edək. Dolular U, V, F-dir. Dolu U, V, F. Boşlar isə H-la Y. Eynidir imtahanda. Necədirsə də mən də sizə o cürmə təklif etdim. İndi buna aid bir test tapşırıqda sizə unutmamışam. Verirəm, daha da möhkəmlənsin. Siz də ötəsini gəlib və bölməsində yazarsınız. Gəldik ən sonumuzu. Məncə bundan sonra yoxdur. Elastik kürələr. Bu elastik kürələr bunlar da imtahanda iştirak etmiş suallardır və bunun da Respublikada iş dəfə izahını mən vermişəm. Ehtimal nəzəriyyəsinə əsaslanırıq. Mahiyyəti nədən ibarətdir? Deyib, bax, burada sahib 3 dənə elastik kürə göstərmişəm. Adi bildiyimiz rezin toplar.
Deyir, bu elastik kürələr 1 saniyədən bir mərkəz nöqtəsini digər xəttin üzərinə daşıyır. Yəni, bax, bu ətalətdən sıfırda buradadır, bu kürəcik. Görsədilən istiqamət üzrə hərəkət edir. Hər dəfə deyil, mərkəzini digər xəttin üzərinə daşımağı 1 saniyə vaxt alır. Və bu gəlir belə aşağıya doğru. Dəyir bu divara, bir də geri qayıdır. Dəyir divara, geri qayıdır. Belə hərəkət edilir. Bizdən soruşduğu oldu ki, eyni anda bu kürəciklər görsədilən istiqamətə üzrə hərəkətə başlasa, ən az neçə saniyədən sonra bu üç kürəciyin üçünün də mərkəzi deyilən 3-cü xəttin üzərində olacaq. Bunun üçün ehtimal nəzəriyyəsini əsaslanır, 3-cü xəttin üzərində olmalı. Hər üç kürəciyin ən azı 3 dəfə o dediyi xəttin üzərində durma vaxtını yazırıq. Yəni, burada 3-cü xət verir deyə biz 3 dəfə yazmırıq, ay yoldaşlar. Burada əgər 6-cı xətdə desəydik, 7-ci də desəydik, 5-ci xətdə desəydik, o onun qaydasıdır ki, 3 dəfə o dediyi xəttin üzərində durma vaxtını mən qeyd etməliyəm. Başlayaq. Başa düşün deyə bu dairəni belə hərəkət elətdirəcəm, amma sonra daha asan fəndini deyəcəm. Bax, mahiyyəti budur. Başa düşsəz asandır. 0 saniyədə bu kürəcik burada düzdür. 1 saniyədən sonra bu kürəcik buradadır. 2 saniyədən sonra bunun mərkəzi olur bunun üzərində. 3 saniyədən sonra buradadır. 4 saniyədən sonra buradadır. Elə belə bir dənəsini izah edirəm. 5-də buradadır. 6 saniyədən sonra buradadır. Bu iştirikli yerlər divardır. Elastikdir. Dəyib qayıdır. Amma dəyib qayıdarkən vaxt dəyişmir. Elə 1 saniyə gedir, 1 saniyə düşür. 7-ci saniyədə buradadır. 8-də buradadır. Baxın, üstündən belə gəldi görürsünüz, qarşı qalmır. Ona görə biz bunu bu şəkildə yaza bilmərik. Başa düşüldüylə izah etdim. Onu belə yazırıq biz. Deliyo xətti qeyd edirəm ki, bunun üstündə 3 dəfə durma vaxtı yazmalıyıq. Ancaq rəqəmləri yazırıq. Hardan? Deyilən qırıq-qırıq xəttin üzərində. Çünki elə bir çox dairənin mərkəzidir. 0-da buradadır. 1 saniyədən sonra buradayım. 2-də burada, 3-də burada, 4, 5, 6, tabura düşmürəm. Dəydiyi divara, geri qayıdır. Bunun yanına yazın. 7, 8, 9, 10, 11, bura yuxarı gedirdə mən bir şey yazdım. 12, dəydiyi divara geri qayıdır. 13, 14, bəs edir. 3-cü xəttin üzərində 3 dəfə yazdım. Yazıram, birinci kürəciyin intervalı budur. 2, 10 və 14. Və başlayırsam bunu acizlik kimi həll edəməyə. Neçə artır? 8. Neçə artır? 4. Təkrarlanır. 8 artır. 22. 4 artır. 26. 8 artır. 34. Hara kimi davam edir? Rəqəmlərə baxsam variantda. Oradakı böyük rəqəm uyğun olaraq biraz davam elətdirirəm. Keslarım indi ikinci kürəciyin intervalını yazar. Görə 3-cü xəttin üzərində 3 dəfə durma vaxtı hansıdır? 0 saniyədə buradadır. Nə var? Buradan başlayıb. 1-də buradadır, 2-də buradadır, 3-də buradadır, divara dəyir, geri qayıdır. 4-də buradadır, 5-də buradadır, 6-da buradadır, 7-də buradayıq, qala qayıdırıq, 8-də isə buradayıq. Bölgəndə baxın, 0-da buradayam, 1-də burada, 2-də, 3-də, geri qayıtdım, 4-də, 5-də, 6-da, 7-də, 8-də. Deməli, bunun intervalı 0, 6 və 8-dir. Neçə artır? 6, 2 və bunu təkrar edirəm. 6 artır 14, sonra 2 artır 16, 6 artır 22, bəs edir. Gedək indi 3-cü kürəcinin intervalını çıxardaq və misalımız həll olmuş sayılır. Burada sarı edilir. Sarı deyil, biraz tuyur. Deməli, 0 saniyədə, mərkəzi buradadır. 0-da buradayım. 1-də buradadır. Divara dəyili geri qayıdır. 2-də burada, 3-də burada, 4-də burada. Deməli, bunun ardıcılığı nə oldu? 3-cü xəttin üzərində 3 dəfə yazdım. 0, 2, 4. Neçə artır? 2, 2 artır. 6, 8, 10, 12, 14, 16. Ehtiyac olarsa da uzadarıq belə. İndi bizdən nə soruşsun? D hərəkətə başladıqdan ən az neçə saniyə sonra bütün kürəcikləri eyni olan 3-cü xəttin üzərində olacaq. Hər iki xət arasındakı məsafə 1 saniyə təşkil edir. Deyir ki, bunların üçünün də eyni anda gəlib bu 3-cü xəttin üzərində ilk dəfə durma vaxtını tapır. Üçü də o saniyədə gəlib 3-cü xəttin üzərində durur. Baxın ki, üçündə də ortaq rəqəm iş qabağıma çıxan nədir? Bunda da 14 var,
Bunda da 14 var, bunda da 14 var. Başka var mı? Hiç davamıza ortak rəqəmdir. 2'dir, bunda var, bunda var, bunda yoxdur. 10 yoxdur, düz tapmışıq. Deməli, bunların ilk görüşləri 14 saniyədən sonra olur. Gəlib üçüncü xəttin üzərində düzülür. O da cavab Y variantı. Ola bilər ki, misallarda səndən ikinci və üçüncü görüş vaxtlarını soruşdun. Məsələn, bu misalda soruşsa ki, bunların ikinci görüş saatlarına vaxtı biraz bunu uzadım. 20, 22. 14'dan sonra bu üçünün ortak rəqəmi hansıdır? 22 deyilər, burada da 22 var, burada da 22 var, səhv etməmizdir, burada da 22 var. Əgər səndən ikinci görüş vaxtlarını soruşsaydı, cavab olardı 22 sayılır. Sizə də buna aid test tapşırığı hazırlamışam. İnşallah həll edəyik. Baxın, burada ikinci görüş sorusu öhdəsindən gələrsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Ümid edirəm ki, videolarımız sizin üçün faydalı oldu. Növbəti izləmələrdə, növbəti mövzuların izahında görüşərik. Təşəkkürlər.